Yaşlı söylemeye saklansa, yani ülkenin faydalı kazanımından görecek. Oradan ben bu yaşımda bu bölüme gelmişim. İstedadlar bana tarih söylemem. İri razmedi, iri çaklı. Bunlar hem şey başına var, istedadlar adamlar. Dillerinin neyse, derlerin dillerinin yani bu terbiye böyle bir şey. Dünya böyle, beni görsünler, nefret olan ülkelerden en müsibetler olur. Onların daha büyük milyaslısı istedadlı bir adamın kalbinde aşk verir. Sadece olarak orada raket atmalar, kulak eşliği, orada yanma işine, yani ne görme olur. Yani bir tane bu silsileri değil, bunlara esilerin ayağı ördüler. Bak bu okullarda bunların hamısını ben seçmişim. Ben gördüm, yakışmışsa almışım. Sinan Bey'in istedadlı insanlardan söz düşmüşken, ne güzel, o zaman istedadlı adamlardan söz düşmüşken, Mevlam'ın götürüp sözü bu istedadlı insana. Burada bizim çok değerli bir tiyatroşünas alemimiz iştirak ediyor. O doğrudan da alemdi. Çünkü tiyatronun diyelim ki kökünü, tarihini bilen, ben her zaman deyirəm, sanki kezen bir ensiklopediyadır insan. Hürmetli profesörümüz İlham Rəhimli bu gecede iştirak ediyor. Gelin İlham Rəhimli'nin de mikrofon önüne, İlham Rəhimli de Seyran Səfadətin bu akşamında öz ürək sözlerini, öz təbriklərini bildirəcək. Tiyatro dünyamız için İlham Rəhim doğrudan da değerli tənqidçilərimizdən biridir. Hem de tiyatro tarihimizi gözəl bilən bir insandır ve Seyran Rəhim'in yaxın, əziz dostlarından biridir. Buyurun İlham Rəhim, hoş geldiniz, akşamınız xeyir. Hamımızın akşamı xeyir. Seyran mənə də telefon deyil, balığı deyil. Və rəhmətli anam sağ olsaydı soruşardım ki, mənim əlimdən tutub böyüdən Seyran Səxavət olur. Əslində ədəbiyyat aləmində məni cəlb edənlərdən biri də Seyran Səxavət olur. Yazıçılar İttifaqının, yəni aqillər dediyi söz mənə dair. Burada Yazıçılar İttifaqının müayinəsi Rəşad Məcid də buradaydı. Bunlar Yazıçılar İttifaqının yazıçılarının sayı 7777 olmasa da her halda mindən çoxdur. Bunların içində dırnaq arasında yaxşı mənada dəlilər var. Mənim aləmdə Yazıçılar İttifaqının dəli əsəri də Seyran Səxavətdir. Çünki bu əvvəla kəndi direktör olduqdan sonra birinci o gəlir. Azərbaycan ədəbiyyatından da mənim aləmdə özü qədər ütülənməmiş, qıraxmalanmamış, heç bir bəzəyi, düzəyi olmadan gələn istedadlardan birindən Seyran Səxavət. Seyran Səxavətin insanlıq haqqında hamımızın qibləgahımız Rafiq Əliyev gözəl sözlərini dedi. Mən də qısaca fikrimi deyim. 60'lar dedi. 60-cı illərdə, yox 70-ci illərin əvvəllərində o vaxtı gözəl bir ənənə var. Ali məktəblərdə gənc şairlərlə görüşlər keçirilirdi. Bu şairlərdən bir dəstəsi vardı. Seyran Səxavət, Səyyar Şaslan, Sabir Rüstəmxanlı, Çilgiz Əloğlu bu vaxtaşırı bu ali məktəblərə gedirdilər və bir neçə ali məktəbdə də bunların təqdimatını mən eləmişim. Özüm şeir yaza bilməsəm də şeiri çox sevirdim və mən sizə onu deyim ki, Seyran Səxavətin dəliliyi, yaxşı mənada dəlis olduğu məzhəbin illərdəydi. Özü biraz bayaq dedi, ancaq inanın elə olur ki, pedagojik institutda Seyranın yanında yaxşılar, mindən çox adam ayaq üstə bəlkə bir 10 dəqiqə Seyranın şeirlərini almışlarlar, o cəsarətli şeirlər. Özü bu boğazdan yuxarı şeirlər deyildi, poeziya nümunəsi idi. Bu ədəbiyyatımızda qalan nümunələrdir. Mən arzu edirəm ki, Seyran Səxavət bu dəlilik kökündən heç vaxt çıxmasın. Həmişə dəlisi olsun, həmişə ədəbiyyatda dəlisi olduğundan qalsın və Seyranın bir tanrı vergisi də var. Dramaturgiyadan burada təbriklər deyəcək bizim
qardaşımız Sadiq bəy. Seyran çox dramaturqlar əsər yazır və səsi sədası Respublikaya yayılır. Seyran Səxavət Azərbaycanda ilk elə dəhşətli mövcudiyat oldu ki, onun səsi Moskvadan gəlir. Bu cəsarət, bu kişilik Seyranın uzun müddət qabağına böyük kötük dirədi, ancaq Seyran həmişə o kötüyün üstündən cəsarətlə keçməyi bacardı. Allah bu cəsarəti səndən almasın, istidadı səndən almasın, illa gücüm onu qalır ki, sənin bağırma basın təmin. İlham Bey'e teşekkür ederim. İlham Bey'e çok sağ olun. Günleriniz ve değerlisiz. Bunlardan size çok sağ olun. Var olun. Özü her şeyi idare edeyim. Seyran Bey'im. Seyran Bey'im. Deməli, İlham Bey'in çıxışında Sabir Rüstəmxanlının da adını çəkdi. Sabir Rüstəmxanlı yazır ki, Seyran Səxavət mənim gənclik dostum olmaqla bərabər öz yerində möhkəm dayanan qüdrətli bir yazıcıdır. Onun hər bir hekayəsində böyük romanların siqləti və qüdrəti var. Ramiz Rövşən yazır ki, şairlərin xoşbəxtliyindən, nasirlərin bədbəxtliyindən, Seyran Səxavət şeirindən nəslə keçdi. Böyük